Studiyamızın qonağı Əliyev Yusif Latifoğlu, ikinci qonağımız Mirzəyev Xasrov Mirzəcənoğlu. Biz hər iki qardaşımızla geniş şəkildə bir müsahibə hazırlamışdıq. İndi mən istədim ki, biz yenidən təkrarlayaq və deyilməyən faktları da bu günlərin bu efirdən açıqlayaq dostlar. Çox mətləblərin üstünə açaq. Bu adamlar hardan hara gəlib? Kimlərin əli ilə gəlib? Necə gəlib? Və niyə bu günə qədər bunlara heç kəs heç nə deyə bilməyibdi? Bütün bunların çalışacaq irəliləyən dəqiqələrdə üstünü açaq. Aydınlıq gətirək bunlara. Xasrov mənim, Yusuf mənim, xoş gəlibsiniz, səfa gətiribsiniz. Hər halda siz də xatırlayırsınız da, biz Yusuf mənim, sizin deməli o daş bazarınızla bağlı məsələni biz işıqlandırmışdıq, eləmi? Avtonəqliyyat ki. Bəli, orada avtonəqliyyat ki, bəli. Və avtonəqliyyat bu deməli Tiflis prospektinə gedəndə Dənnəgül prospekti ki, gedir Tiflis prospektinə, yolun sağında, körpünün qırağında böyük bir daş bazarı idi. Böyük bir daş bazarı. O sizin bazarınızı da ən yaxın dostlarınız belə əlinizdən aldılar. Çox yaxın dostlar oldu. Çox yaxın, ailəvi dostlar. Yəni ailəvi Bəli. 35 il qabağa. İndi biz birinci başlayan Xasrov müəllimdən ki, Xasrov müəllim desin ki, bunlar kimdilər? Bu Qalib Məmmədoğullar ailəsi, Fərəməd. Fərəməd qardaş. Bu qardaşlar birinci başlayaq. Kimdilər? Haralıdılar? Atalarından baş prokurorundan Zakir Qaralov. Zakir Qaralovun vaxtında açılan cinayət işi niyə görə bu gündə açıq vəziyyətdə durur? Niyə bu adamların üstünə qaldırılan cinayət işi sonuna qədər araşdırılmır? Yeyilən 27 milyard pul niyə ortalığa çıxmır? Əslində 27 milyard deyəndə bunu dostlar, indiki 27 milyardla biz müqayisə eləməyək ha. 27 milyard o vaxtın o milyon zat maaş alan vaxtlarındaydı. Dolların 5000 manat olan vaxtı. Yəni təxminən o vaxt biz hesablamışdıq 7 ya 8 milyon dollara indiki pulla dolları eləyirdi. Və həmin vaxtda Bakı şəhərində 4 otaqlı, 5 otaqlı mənzillər elə 3-4 min manat idi. Yəni bugünkü kimi 300-400 min manat deyildi. Həmin vaxtı torpağın, məsələn bu indiki Babaç prospektindəki torpağın sotu 1 milyona yaxındır. Həmin vaxtı torpağın sotu burada 100 manat idi. 100 dollar idi. Yəni bir hektara verirdin, 1000 dollar verirdin, bir hektar torpaq alırdın. Həmin dönəmdə 8 milyon dollara yaxın dövlət vəsaitini bunlar mənimsəyirlər və buradan da başlayırlar, o startı buradan verilir. Götürürlər, başlayırlar yavaş-yavaş varrana getməyə. Və bugün artıq o həddə gəlib çatırlar, o qədər harınlayırlar ki, şəhərin müxtəlif yerlərində deməli, pilot layihələr, yaxud da başqa adlar adı altında vətəndaşların ərazilərini alırlar. Orada özləri üçün böyük yaşayış, deməli, massivləri salırlar və vətəndaşlarla da razılaşmırlar. Hamının pulun əlindən, əmlakın əlindən alırlar. Yavaşca da dalına bir təpik, ya Allah. Və bu prosesdə də nə baş verdi? Təbliğat bəy yazdı ki, mən elə bilirəm, günahkar orada qaraolçu işləyəndir. Gərək o ekskavatoru buraxmayadı tikintiyə. Əslində mən burada bəzi özümün şəxsi mövqeyim var. Şəxsi mövqeyim var. Mən ev sahibləri düzgün eləmirlər. O yerdə ki, sənin evi başı uçurdurlar, bu o deməkdir ki, erməni sənə hücum eləyib. Nə eləməlisən? Erməni sənin evə hücum eləyirsə, sənin evi başına uçurdursa, yəni sənin ölümünə göz yumursa, sən nə eləməlisən? Qarşılığını adekvat olaraq verməlisən. Təbii ki, mənim dediyim ola bilsin ki, hüquq mühafizə orqanları mənim üstümə bunu, əleyhimə bunu istifadə eləyərlər. Amma bunun başqa variantı yoxdur. Artıq insanlara siz başqa şans buraxmırsınız. İnsanın evi uçurulub başına, ailəsi içəridə ola. Və biz deyirik ki, gəlin, nə eləyək? Sosial şəbəkələr üzərində müraciət eləyək hüquq mühafizə orqanlarına ki, xahiş edirik bu məsələyə qarşı tədbir görəsi. Bizim evi yox, elə şey yoxdur. Dövlət ya dövlətçiliyini eləməlidir, hakimiyyət ya hakimiyyətliyini eləməlidir. Eləmirsə də çəkib durmalıdır, qıraqda deməlidir, ay mən vətəndaşım, mənim məsələn bu iş adamlarına gücüm çatmır. Bundan sonra sənin özün düşür, boynuna düşür yük. Bundan sonra get özün öz haqqını müdafiə elə. Onda vətəndaş özü bilər nə eləyər. İstəyər o evin başına uçurdan evini başına uçurdan, istəyər gedər onunla anlaşar, istəyər də onun elədiklərinin hamısı göz ardına vurur, çıxar evin tərk edə, çıxar gedər. Amma bu cür olmaz. Artıq Bakı şəhərində bir çox yerlərdə vətəndaşların evi başına uçurulur. Təbii ki, burada hamısında şirkətlər günahkar deyil. Həm də vətəndaşlarımız günahkardır. Çünki bəzən görsən ki, vətəndaşlar lazım olandan 3 qat, 5 qat, 10 qat artıq pul istəyirlər. Məsələn, 60 kvadratlıq bir mənzili sahib olan bir qadın yarım milyon pul istəyir şirkətdən.
Əslində bu bunun haqqıdır ha. Bunun şəxsi mülkiyyəti istəsə satmaya bilər. Amma bu dövlət layihəsidir, pilot layihədir. Dövlət deyir ki, mən beləm. Amma dövlət də gərək burada vətəndaşın düşdüyü durumu qiymətləndirməyə düzgün bacara. Yəni kvadratına 1500 manat deyib hökumət cəmaətin əlindən torpağını, əmlakını ala bilməz. Hökumətin buna ixtiyarı yoxdur. Qanunla buna icazə yoxdur. Çünki niyə? Torpağın mülkiyyətçisi, evin mülkiyyətçisi həmin adamdır. Dünyanın heç bir yerində bu günlərin Azərbaycanda olduğu kimi şəxsi mülkiyyətə təcavüz olunmur. Bizdə amma olunur. Və hüquq mühafizə orqanları da buna göz yumur. Niyə? Çünki bu işlərin arxasında duran adamlar sadəcə icraçıdırlar. Bu gün Qalib Məmmədov bir icraçı rolunu oynayır. Bunun arxasında duran daha böyük qüvvələr var və yaxud da Qalib Məmmədov hansısa qüvvələrin adından istifadə edib bunu eləyir. Və sonra o qüvvənin özünə gəlməsi məlumat çatanda ki, sənin adından belə arxasından çəkirlər, bundan da arxasından çəkilən kimi nə olur? O yalan üzərində qurulmuş səltənət darmadağın dağılır və Qalib Məmmədov gedir hara düşür? Kürdəxanaya. Xasrov müəllim. Bəli. Bəli, şirin olsun. Başlayaq oradan. Bunlar kimdilər? Əvvəlləri kim olub bunların və sonra hardan hara gəliblər? Mən Mirzə Xosrov, Məmmədov Qaliblə, Məmmədov Fərəməzlə, yəni uzun müddət bir yerdə işləmişik. 4 nömrəli avtomobil idarəsində, 4 nömrəli harda? Bakı şəhərində 4 nömrəli avtomobil idarəsi vardı. Mən Masallı rayonunda 8 nömrəli kolon rəis idim. Qalib orada oranın rəisi idi. Nəsani eksploatasiya. Yəni Azərbaycanda oranın rəisidir. Fərəməz isə oranın zapravşidir, benzin paylayanı idi. Biz yanacaq dondurma məntəqəsində. Orada işləmişik. Elə Fərəməz orada bir neçə dəfə cinayət işləri eləyib, özüm gündəmsəri qurtarmışdı. Elə bir vəziyyətləri o vaxt yaxşı da deyildi. 1993-cü ildə mənə verdilər yol dövlət şirkətində 3 nömrəli masaya Təcəllət bazasının rəisi verdilər mənə. Mən işləyə-işləyə bunlar da gəldi, yol fondunun böyükləri oldu. Yol fondunu? Yol fondunun. Kimin əli ilə gəldilər, necə gəldilər? Fərəməz deyirsən ki, orada olanda cinayət edildi. Hansı cinayətlər eləmişdi? Bu Fərəməz böyük qardaşdır, yoxsa balaca qardaşdır? Fərəməz böyük qardaşıdır. Böyük qardaşıdır. Hansı cinayətlər eləmişdi? Məsələn, nəyi bilirsiniz? O cinayətləri o vaxtı Genadal satmışdı. Genadal satanda o tutmuşdular. Uzun müddət onu əlləşdi. Axı ki, özüm xilas edə bildi oradan, çıxartdı özünü. Çox satmışdı? Hə, çox satmışdı. Yəni təxminən o vaxtki pulla nə qədər eləyər? O vaxtı açıq benzin deyildi, o vaxtı talonlar idi. Yəni talonlar satırdı. Talonla satırdı. Hə, talonla satırdı. Zaten əldə elədiyi məbləğ indi təxminən bilinər axı. Məsələn, o vaxt 10.000 dollarlıq mı satmışdı, 100.000 dollarlıq mı satmışdı? Özünə şərait yaratdı. O vaxtı ya kvartdan qaldı, o yerdən sonra ev aldılar burada. Yaxşı biraz özlərinin düzəltdilər, maşınlar aldılar özlərinə, hər şeylərin qurub yaratmışlar. Bu son anda gəldilər yol fonduna çıxanda. Yəni, Fərəməzi verdilər 1 nömrəli texniki təhsilat bazasının müdiri, 2 nömrəli tozlu idi, 3 nömrəli də masalda oranın rəisi mən idim. Bunlar məni çağırdılar ki, işləyə-işləyə ülkətdən, həyatdan mal gəlməlidir, mən də verməliyəm bu idarələrə. Bu lazımdır ki, burada biz gedib xərcimi çıxardıq, o yan bir dəfə qoyacaq. Məndən 60.000 dollar pul istədilər. Mən də getdim. 60.000 dollar? 60.000 dollar pul istədilər məndən. Getdim, nəyəm vardı, satdım, nəyəm vardı, yığdım, yedim, tövə qazandım da, bunlar gətirəcək, mənə dolandıracaqlar. Yəni ki... Bunlar 60.000 müqabilində yol deməli, Azər Avtoyol gedirdi, o vaxt necə gedirdi? Adı ilə gedirdi. Dövlət şirkəti idi. O Azər Avtoyolla bunlar başda işləyəcəklər, oradan xaricdən material gətirəcəklər, istədə gətirib. Fərəməzin orada Ceylan Batanda o bazası vardı, orada Ceylan Batanda. Onu oraya gətirib, oraya töküldülər, tökmüşlər də. Neçə vaqon nə gətirirdilər orada? Neçə vaqon dəmir də tökdülər oraya. Nə dəmiri gətirirdilər? Turba dəmirləri idi. Hə, boru gətirirdilər. Hə, turba dəmirləri idi. İşləyə-işləyə mənə dedilər, başladılar ki, gördüm ki, bu mənim idarəmdən makinat eləmək istəyirlər. Mən dedim, yox, mən bunu vermişəm, bu peçatla idarə ilə mən makinat eləmək verməm. Mən vermişəm ki, yəni siz gətirəsiniz. Sizin verdiyiniz şəxsi pulunuzda öz ev, eşik, maşın nə vardı hamısı satmışdınız? Hamısı satmışdım, vermişdim oraya ki, yəni bu elə bir araba eləmir də, ərabə, ikişən ərabə. Yəni ki, gətirirsən, təkər, material, nəsə gətirsən, nə gətirirsən, mənə də oraya şəhək eləmişlər özlərinə. Yəni satıb mənə də oradan çörək pulu verəcəklər. Yəni bunu idarəyə, bazı adəti olmayan şeydir. Elə oldu ki, mən bunlarla razılaşmadım. 1995-ci ilin sentyabrın 17-sində tapşırıq verilən Həsənov Şahin vardı. Onlar mənə çağırdılar ki, bana Qaliblə sən deyə bilmirsən, bunlarla işləyənmirsən. Ya peçatı ver günən. İdarənin ləğv olunması ilə əlaqədilər, gör mənim idarəm ləğv oldu. Ləğv oldu, mənim peçatımı aldılar, həmin kağıdı mənim cibimdə bir saat. Ləğv olandan sonra mən işləri çıxartmadılar.
Bəs idarə ləğvində sizi hansı idarədə işdə saxladılar? İdarəni götürdülər. Mənim yerimə verdilər. Bir dənə savadsız Əliyev Ağatlı Xaliqoğlu. Yəni bu qalibimin qardaşının qohumu idi. Fərəməzin qohumu idi. Hə, Fərəməzin qohumu. Yoldaşı tərəfdən də, qohum deyəndə yəni yoldaş tərəfdən də. Mən elə bilirəm ki, onların qardaşları vardı Mərdan. Ondan Badırnağı nədir bilmirəm. O adam. Amma bu savadı yox idi. Mən də qoydular ilərədəki oturduğu yerdə adam maaş ödətsin, boş maaş ödətsin. Mən də oturdum üzərində gördüm ki, başqa işlərlə məxnas edirlər. Mənə də yaxın qoymurdular, məndən gizlədilər. Mən də əlaltı adamlar vardı, öyrəndim də bunlar nə edirlər. Nə üçün məsullar? Uzaqlaşdırandan sonra elə bir Nizami Qocayev adlı bir şəxs o vaxt neft bazarını yoxlayanda Nizami Qocayev bu keçmiş polis eləmi? Polis təhvili vardı. Onlar gedib yoxlamışlar. O harda işləyirdi ki? Demək bunlar buradan elə bu vaxtdan vardı. Elə bu əlinlə neft bazarından pulları köçürüblər Portizə. Oradan pul benzin əvəzində pulları götürüb. Daveles qoyub pulları götürüblər. Nə qədər pul? 27 milyar pulu üzə çıxartmışdı. Həmin Nizami Qocayev. Nizami Qozayevdə. Mən bunu tanımıram, amma o vaxtki məlumatı mən yəni eşitdimdə, yəni bildiyim məlumat budur. Çünki bu şəxsi mən görmədim. Nizami Qocayev harda işləyirdi ki onda? Daxili İşlər Nazirliyi işləyirdi. Daxili İşlər Nazirliyi necə yoxlamaya gedə bilər? İstintaq idarəsi. Axı ki, gedib oranı yoxlamışlar da. Onların nə işdi əlaqəsi? Neft bazarı. O hara neft bazası idi? Portilic. Lənkərana baxır. Lənkərana baxırdı. Hə, Lənkəranda. Bu təxminən neçənci illərdir? Bu 98-ci illərdir. Bu Naxçıvana neft daşınır da, həmən şeydən gedir də söhbət. Bəli. Çünki orada Portunisdən də daşıyırdılar. Sonra orada bir dənə də yer olmalı idi. Bunların da özlərinin... Bugün adı nədir oranın? Bunların özlərinin də Masalda böyük bir neft baza kimi baza yaratmışdılar. Masallıda. Masalda yaratmışdılar. Benzinləri gətirdilər, tökürdülər ora, oradan da göndərdilər İrana. İrana getmir. Əslində o gedirdi Naxçıvana. Naxçıvandan keçirdi Türkiyəyə. Hara gedirdi, mən axı ki, o əmə yerə göstərə bilərəm, indi də göstərə bilərəm. Yəni demək ona neft dövlətin neftini oradan oğurur da gətirdi öz bazarlarını, oradan da öz sənətinə satırdılar, gedirdilər. Bəli. Həmən onların maşının İspistan maşınları vardı. Yəni bu maşınlar daşıyırdılar. Eldar Həsənovun qardaşını tutmuşlar. Eldar Həsənov, keçmiş baş prokuror. Şahin Həsənovu tutmuşlar. Həmən işlərə qədər. Bu bizim dövlət şirkətinin vitse-prezidenti idi Şahin Həsənov. Dövlət şirkəti Şahin Həsənov onda Azərbaycanda işləyirdi. Azərbaycan dövlət şirkətinin vitse-prezidenti idi. Onu tutub basanda o qardaşı indi Eldar Həsənov da prokuror idi o vaxtlar. Gəlib onu tutdu. O həmin adam Qozayevində nəsə onu tutdu vaxt içəri. Vay. İndi bu Qozayevin deməli onda bəs həbs olunma səbəblərindən biri də Şahinin həbs olunması olubdur. Bəli. O Nizami Qocayev çünki o vaxtı qanunsuz həbs elədi. O bəlgiyəcana bəraət alan adamdır. Bəli. Bəraətlə çıxdı axırda şeydən, türmədən. Və onu o vaxtı Eldar Həsənov tutturmuş da, bəli. Bəli. O vaxt bir nəfər yaxın adam vardı, mənə yaxınlaşdı ki, sən bu işi bilirsən, ya bu işi açsın, biz sənə hörmət edir. Dedim ki, yox, mən elə şeyi bilmirəm. Qorxurdum değil mi? Mən də qorxurdum. İndi qorxulamışam, biraz qorxmuram. O 27 milyar pulu, bax, eləsi Daveles qoyub, heç yerə göndərməyiblər. Yəni, aldın paylayarsan idarələrə. Onu da o qədər paylama da mümkün deyil, əslində. Bir masaldır. Bəs o nefti, onda kim vermişdi o boyda nefti bunlara buradan? Yoxlamamışdı. Dedim, bu saatlı adam var, Kristal Abşeronun böyücü dindi o. Kristal Abşeronun böyüyü, indiki. Həmən pullar hardadır? Həmən pullar, bax, Kristal Abşeronun böyücü, hardan gəldi çıxdı Kristal Abşeronun böyücü oldu? Bərəməz kimi adamlar hardan gəldi? Ukraynada evlər tikib, milyonlarla evlər tikib. Mən o pulu qazana bilmirəm, mən 10 kimi qazana bilmirəm. Evimə bir dənə qalib ki adamlardı. Masalda Zapravkası, Çörək Azavodu, Bakıda onun hansı şeyləri, maşın şirkətləri, yəni bir çox şirkətləri vardı. Hamısı həmən pullarla əmələ gəldi. Pulsuz insan həyatda heç bir şey eləyə bilməz. Demək, həmən pulları oğurluq yolla mənimsiyib, özlərinə belə bir sırayətlər. O cinayətçi qaldırandan sonra sizi istintaqa çağırdılar, çağırma axı, sən də orada işləyirdin elə. Mən 95-ci ilin 17 sentyabrda mənə əmrlə çıxartdılar. Yox, çıxartmadılar. İdarəni bağladılar. İdarəni kağız vermək ki, idarənin bağlanmasını elə qədər. Amma idarə bağlanmadı. Mənim yerimə əsas şey verdilər. Əliyev Ağatlı. Həmin vaxtı Azərbaycanda kimlər var idi? Yəni sizin idarənin başında kimlər dururdu? Yusif Novruzov. Yusif Novruzov deməli sədr idi. Şahin Həsənov da Aydın müəllim də Aydın müəllim kimdir?
Aydın müəllim o maliyyə müavini idi. Maliyyə üzrə İndi müavini. o Aydın müəllim hardadır bəs? Bilmirsiniz? O Aydın müəllim valla toyuq fermalarının böyücüdür. O da toyuq firmalarının böyüdü. Bəli. Yəni ortada bir ciddi bir rəqəmdən gedir. 8 milyon dollar. Hə. Söhbət gedir 90-cı illərdə 8 Bəli, milyon bəli, dollar həmin pul o- yeyib. həmin Azərbaycanın dövlət büdcəsi onda 490 milyonudur. Onu bilmirəm. 490-500 milyon civarındaydı. Mən təxmini Bəli. yadıma gəlir həmin Bəli. vaxtlarda. Mən Sonra 98-dən sonra qalxdı 600 milyona da. qədər. Ala bilmirəm buradan. Mən neçə dəfə ilə getmişəm bu program belə. Axırda 6 aydır mən getdim onların zapravkasına. Orada da o idarənin müdürü var, yol dəsi müdürü var, Mahmud. Onu da elə qalib qoyub bura. Qalibin idarəsində elə bir qalib öz işlədi bana. Orada ona dedim ki, Mahmud mən prim mən deməyəm prim istəm. Dedim ki, mən onunla halallaşmağa gəlmişəm. Dedi ki, nə halallaşma? Dedim ki, sən ona deyən ki, halallaşmağa gəldi. Xorsa o özü bilsin bilir. Bir həftədən sonra getdim, dedi ki, qalib dedi ki, mən halal elədim ona hər şeyi. Dedim, nəyi halal elədim? Mən halal eləməyəm, mən onu halal eləməliyəm də. Mən primi yiyib, mən öz şəxsi primi istəyirəm. Dövlət pulu da deyil. Və o gün bu gün sizin o pulu ödəmədilər. 60 pulu- min dollar getdi. O pulu ödəmədilər mənə. Elə oradan rədd elədilər, elə qoydular ki, hətta bir dəfə Şahin Həsənov yanımda ona dəng elədi ki, qalib bu xosi gəlib baxıb işin həll edilir bu. Yazıqdır bu. Bu mənim yəni ki, yazığım gəlir bu kişiyə. O gəlib ağlayır mənim yanımda. Dedi, Sizin onu- borca düşdüsən mən pulla yoxsa Qulağım eşeği görüm deyir ki, rədd elə onu qoy çıxsın, cəhənnəm olsun, çıxsın getsin. siz o 60 min dolları yığanda borc da almışdınız başqalarından ki sonra borc ödəyəsiz müflisləşdiniz Yox, yoxsa yox, borc almamışdım. Hamısını mənim amma ev eşiyin nəyin vardımsa Axırıncı oğlu idim. Mən neçə illərdir yəni işləmişəm də, dedim Aha. müharibə özüm. Yəni o vaxt elə o pul o vaxt dollar o qiymətli dollar burada ucuz. ucuz idi onda dollar. Ucuz idi, hə. Heç neçəydi mən yəni o vaxt dollarla məndən adlarda, yəni yox elə, hə. O Bəs pulu qaytarmama mən- səbəbi nə idi? Demədilər niyə qaytarmırıq? Heç mənə yaxın qoy. Heç gedirəm. Bax masada 6 ay getdim o görəmədim. Masada kimi gedir, çoğundandır, gedirəm. Deyirəm ki, görmək istəyirəm. Bastı ona deyirəm, mən onu görmək istəyirəm. Kim gəlir deyirəm, məni görmək istəmir. Məndən uzaqlaş qaçır. Elə həmin vaxtda mənə də getdim, qaçdı, getdim, qaçdı. Bəs bununla da qurtardı. Getdi. Yalan deyirəmsə Allah mənə nəhlət etsin. Aydındır, aydındır.